Bugünkü gün Azərbaycan show biznesində olan o bəzi pis xasiyyətlər, xarakterlər ki var, bir insanın dilindən tuturlar, kəlməsindən tuturlar, onu məhv eləməyə çalışırlar ki, bunu belə elədi, gəlin toplaşaq, bunu bilirsən, yəni bütün həkim sahəsində də, musiqi sahəsində də, aşıq sahəsi, meyxana sahəsi, ondan sonra muğamda olan o sakit-sakit. Amma muğamda olanlar üzə çıxmır. Hə, üzə çıxmırlar, onlar çıxartmırlar, onlar belə otururlar, sakit-sakit. Allah, onların Basenyanın qırağında oxuduqları var ha, Basenyanın qırağında bakallar göydə fırtına vurur ha, amma xalq hamısını belə mülayim, belə tanıyırlar. Hələ biri də var, bütün muğam oxuyanlar istəyirdi, sonra evladı gedib Basenyanın qırağında oxuyur, indi dili girib qarnına. Başa düşürsən? Yəni biz harada istəsələr bizə pulu verirlər, qardaş, oxutururlar. Yəni burada pis bir şey yoxdur. Bizim işimiz budur. Bax, Aydın görsən nə dedi bəyəqlər? Ki, kabinetdə oluruq, kişi məclisi olur, nə olur? Qardaş, biz puluna minnət. Fəhləni gedirsən, fəhlə bazarı var, gətirirsən, 20 manatını verirsən, çalışdırırsan, biz də fəhlənin başqa bir variantıyıq. Biz də fəhlənin zərri formasıyıq. Əlində saz forması. Bizim fərqimiz nədədir ki, o başqa bir şey demək istəmişdi. Demişdi, mən işimin fəhləsiyəm. Onu başqa cürəm. Hər kəs zaten işinin fəhləsidir. Aparıcıya da pulunu verirlər, deyirlər, ya burada danışdın, ya burada danışdın, pulunu verir, danışdırırlar. Yəni, amma bir sənət adamının çıxıb efirdə mənəm deməsi, kişilik dərsi keçməsi ki, həmin sən kimə kişilik dərsi keçirsən, qurban olum sənə. Sənə pulu verirlər, deyirlər, danış. Sən sonra gəlib efirdə, Tolikin efirindən suyu istifadə eləyirsən və xanımsansa da xanımlara ədab-ərkan örgədirsən. Kişisənsə də, məsəl üçün, bəysənsə də kişilərə ədab-ərkan dərsi keçirsən efirdən. Kimsənsən? Qardaş, elə cavan, gənc oğlanlarımız var ki, 21-25 yaşında elə oğlanlar var ki, onların nailiyyətlərinin yanında bizim parıldamağımız belə iynənin ucu qədər qalar, iynənin ucu qədər, heç bəlkə də görsənməz. Mən nə düşünürəm, Sərxan? Sən kimə dəstəyirsən? Dəlalət verirəm, haqq verirəm, niyə? Televiziya məkanı, şov verilişləri, musiqili verilişlər, insana çıxıb burada kişilik, bəzi müğənnilərin qadınlıq, namusluq yeri vermək deyil. Namus individual bir şeydir. Mən namusluyam efirdə deməklə namussuzluğun ən pik nöqtəsini yaşayırsan. Çünki namuslu ana bacılarımız evdə oturur, baxır, deyir ki, bəzilərindən İraq olsun, özünü açıb ortaya qoyan bu müğənni, hansını ki, ağzını danışını bilmir, iki cümləni arda-arda da bu arda mən namuslu müğənnilər adı çəkərəm burada, balanları inciyər. Onlar neynəsin?